Yükü 5 vurulsun mənfi kilon, kütləsi 80 qram olan müsbət yüklü zərrəci induksiyası 4 vurulsun Tesla olan maqnit sahəsinə 1000 metr bölək saniyə sürətlə şəkildə göstərdiyi kimi daxil olur. Buna əsasən aşağıdakı sualları cavablandırmalıyıq. Maqnit induksiya vektorunun istiqamətini təyin edin. Biz baxırıq, zərrəciyin sürətinin istiqaməti bizə verilib və bilirik ki, zərrəcik hardadırsa, yüklü cisim və Lorentz qiyası həmin nöqtənin çevrənin mərkəzinə doğru yönəlir. Bu vəziyyətə görə də induksiya vektorunun baş barmağımız sol əl qaydasından istifadə edib biz induksiya vektorunun istiqamətini təyin edə bilərik. Baş barmağımız zərrəciyin Lorentz qiyasının istiqamətini, dörd barmağımız zərrəciyin sürətinin istiqamətini göstərir. Müsbət yüklü zərrəciyin sürətini göstərir. Ona görə induksiya vektoru şəkil müstəvisindən bizə doğru yönəlmiş olacaq. Yəni nöqtə olacaq. Burada birini də göstərsək kifayət edir. Zərrəciyə təsir edən maqnit qüvvəsi Lorentz qüvvəsidir. F Lorentz qüvvəsi də bucaq burada 90 dərəcə olduğu üçün sinusu nəzərə almırıq. B QV olacaq. B 5 vurulsun 10 üstü mənfi 2. Q daha doğrusu Q idi bu. B 4 vurulsun 10 üstü 3. V isə 10 üstü müsbət 3 idi. 10 üstü 2 ilə bu getdi. 4'ü 5'ə vuranda eləyir 20. 2 vurulsun 10 üstü 4 buradadır. 10 üstü 5 eləyəcək Newton. Çünki 20'nin yanındakı sıfırı qüvvət üstünə verdik. Hissəcin hərəkət edici çevrənin radiusunu santimetrlə hesablayın. R bərabərdir MV bölünsün QB. O da bərabərdir M. Burada 8 vurulsun 10 üstü mənfi 2. V 10 üstü 3. Q 5 vurulsun 10 üstü mənfi 2. B isə 4 vurulsun 10 üstü 3 olacaq. Və buradan biz hesablasaq 8 ilə 4 qısar gedir. Burada qalır 2. 10 üstü mənfi 2'lər getdi. 10 üstü müsbət 3'lər getdi. 2'ni də 5'ə böləndə eləyir 0,4 metr. O da eləyir 40 santimetr.